Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı-Şamaxı yolunda ağır qəza olub. Xəbər verilir ki, hadisə Bakı-Şamaxı Yevlax yolunun 108-ci kilometrliyində baş verir. Belə ki, Bakı istiqamətində hərəkətdə olan Hyundai markalı minik avtomobilin sürücüsü Oğuz rayon sakini 49 yaşlı Dadaşov Seymur Tapdıqoğlu həmin yolda hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və avtomobilin su kanalına aşıb. Qəza nəticəsində sürücü Dadaşov Seymur Tapdıqoğlu və onun həyat yoldaşı 45 yaşlı Dadaşova Səidə Zayəddin qızı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Yaralılara Allahdan şəfa və səbir diləyirik.